Salam əziz dəyərli izləyicilər. Bugün sizə xərçəng bürcünü təqdim edirəm əzizim. Bax əzizim, xərçəng bürcünü olanlar. İçinizdə olan bəzi dolu sirlər vardı. Ortaya qoymaq istədiyiniz bəzi sirlər var ki, ortaya qoymaq istəyirsiniz. Bəlkə də haqqını almaq zamanı gəldi sizlər üçün düşünürsünüz. Beyninizə taxılıb qalan bəzi məsələlər var. Sıxıntılarınızı yavaş-yavaş ortadan qaldırırsınız. Çox çətin zamanlardan keçdiniz, çox şeylər öyrəndiniz həyatda, yaşadıqlarınızdan bir dərs çıxartdınız. Hər şeyin qiymətini bilərək artıq ətrafınızda bəzi insanları da əleydən keçirdiniz. Bax, bir niyyətin etmisinizmi, niyyət demisiniz, arzu etmisiniz, bir mövlud oxutdurmağa, evinizdə bir neçə nəfər arasında bir Quran mı oxutduracaqsınız, bir əskəri yola salacaqsınız və ya əskərlə əlaqə, yəni telefon zənginiz ola bilər, birinin ziyarətinə gedirsiniz. Bugün dediyiniz olmaz, bəzi şeylər ola biləcək. Ayrıldığın həyat yoldaşından artıq bir səssizlik, yoruldunuz. Bəlkə də həyat yoldaşın dolduruşa mı gəldi? İçinizə sizə verdiyi ağır yaralar bağlamaq istəyirsiniz. Artıq hər bir çətinliyə dözərək, ayağa qalxaraq küllərinizdən doğulacaqsınız, yenilənəcəksiniz. Bəzi işləriniz yavaş-yavaş gedə bilər. Lakin o yavaş gedən işlərinizi yola verərək daha da ondan yaxşısı gələ bilər. Bəzi məsələlərə görə çox narahatsınız. Uzaq yollarınız ola biləcək. Bax, mayın axırından, iyunun əvvəlindən açılan ruzu bərəkət yollarınız sizi sevindirə biləcək. İşdə yüksəlişiniz ola biləcək, yenilikləriniz görsənir. 24-dən 25-i arasında bəzi olan sizə gələn yalan xəbərlər də ola bilər, dedikodulara da artıq fikir verməyəcəksiniz. Bəzi gedən oyunlara fikir verməyəcəksiniz. Ayın 20-sində işlə əlaqəli də biraz diqqətli olun, doğru yolu taparaq doğru öz hədəfinizə doğru gedirsiniz, özünüzə güvənərək çox çalışqansınız, etibarınız artacaq. 20-si 21-də qarşı tərəflə, ailənizlə və ya sevdiyin insanla bir rahatlıq ola bilər. 22-sində hisslərinizi bildirə bilərsiniz və ya təkliflər gələ bilər, dəqiq qərarlar alacaqsınız. Hətta bəzilərinizin xəyalları yaxındır. Üzərinizdə olan yükü ataraq aktiv olacaqsınız. Aktiv olaraq da yavaş-yavaş hər işinizi həll edə biləcəksiniz. Yəni, rəhbər olan insanlar və ya yüksək avtoriteti yüksək olan insanlarla görüşünüz ola biləcək. Yeni bəlkə də bir kəşflər edəcəksiniz. Yeni layihələrlə işləyərək bacarığınızı bildirəcəksiniz. Çalışın, bax, tək olan xərçəng bürcündə olan həyatınıza biriləri, yeniləri gələ bilər, yeni bir sevgiyə yol aça bilərsiniz. Amma gələn insanlara səmimi olub olmadığını araşdırın əzizlərim. Düzdür, araşdırmağı sevirsiniz. Araşdırmamış o insanı həyatına qəbul etmək istəməzsiniz. Çevrənizdə bir dəyişiklik, yüksəklik ola biləcək. Bir birlikdəlik. Bax, bir birlikdəlik, bir sevgi. Gah ayrılırsınız, gah barışırsınız, küsüb barışırsınız tez-tez. Bu, Allah tərəfindən yazılmış bir qismətdir bir-birinizə bəlkə də. Bəzi hüquqsal məsələlərlə bəzi problemlər üzərinə gedə bilərsiniz. Gerçəkləri üzə çıxaracaqsınız. Dost və ya çevrənizi, sosial çevrənizi dəyişmək istəyəcəksiniz. Çünki sizin ayağınızı aşağı çəkmək istəyənlər var. Yeni insanlar həyatınıza gələcək. Artıq kontrolü buraxmaq istəyəcəksiniz. Çünki dəyişməyən insanları dəyişə bilmirsiniz artıq. Bunu anladınız. Bir hədəfiniz var. Bir qrup yoldaşlarınızla əl-ələ verib bir çempionluq qazandınızmı? Bəlkə də övladınızdır, bəlkə də futbolla məşğuldur. Öz hobbinizlə sənədinizə uyğun işlər görəcəksiniz. Bir icad edə bilərsiniz.
Evlisinizsə ailə ilə əlaqəli tələsik qərarlar verə bilərsiniz. Biraz diqqət edin. Bir sevgini qutaracaqsınız. Yəni bir ayrılıqdan vaz keçə bilərsiniz. Ya nişanlısınız, ya ailəlisinizsə, həyat yoldaşının ailəsindən gərginliklər ola bilər. Artıq o ailələrin kölgəsi üzərinizə düşmür, buna izin vermirsiniz. Arada məsafələr var. Uzaq yoldan olan biriləri qərar alacaqsınız. Bəlkə də vətəndən uzaqdasınız, bəlkə də vətənə dönmək istəyirsiniz. Onun qərarını, dəqiq qərarlar alacaqsınız. Bax, xəstəniz varsa da yavaş-yavaş şəfalanacaq, amma uzaq yolda bəlkə də ana tərəfində, qohumlardan biridir, bir xəstəniz var, yaşlı biriləri. Ondan bu həftə yox, yəni biraz zaman çəkir, əzizim, bir üzüntü xəbəri ala bilərsiniz. Qazanc yollarını necə qazanmağını, necə o qazancı əldə etməyin yollarını tapırsınız. Təyyarə ilə yol var, əzizim. Birinin sayəsində qazanc yolu tapacaqsınız. Özəlliklə ruhunda mənəvi olaraq sizi dəyişib dönüşdürən bir məsələni hiss edə biləcəksiniz. Bəzən gizli bir əl, bax, gizli bir əlin sizə yardımı ola bilər. Bəzən sarsıdıcı xəbər ola bilər sizə, biraz dönüşdürən, amma bir tərəfdən də ruhsal olaraq siz yüksəlməniz bir məsələ ilə əlaqəli ola bilər. Bağlanmamış hesablar varsa da, bağlanmamış dəftərlər varsa da suyun üzünə çıxa biləcək. Birilərini bağışlayacaqsınızmı, ya vaz keçəcəksinizmi, ikiləmdə qala bilərsiniz. Yeni ortama girəcəksiniz, gözəl hədiyyəniz ola biləcək. Ailə həyatınızla, dostlarınızla bir araşdırmalar edəcəksiniz. Araşdırma birinin əli ilə ortaya çıxa biləcək bilmək istədikləriniz. İkinci bir evlilik olmuş, bəlkə də bu evlilik sizi o qədər yordu ki, kaş ki evlənməzdim deyirsiniz. Biraz susqunsunuz, dualar edirsiniz. Dualarınız gerçəkləşə biləcək. Bəzinizin ümidi itmiş, olmayacaq dediyin ümidini qazana biləcəksiniz. Sürpriz xəbərləriniz ola biləcək. Uzun yolunuz var. Düzəninizi dəyişdirirsiniz. Oxuduğunuz yerlənmi, təhsilnənmi və ya işinizlənmi, ailənizlənmi bir dəyişmə ola biləcək, əzizim. Axır vaxtlar niyə az qazandığınızı öyrənmək istəyəcəksiniz. Ailədə biriləri hara xərclədiyini, ödəmələri olduğunu öyrənə biləcəksiniz. Dövlət qapısından sizə maddiyyat gələ bilər. Karyeranla əlaqəli gənc qadının dəstəyi ola biləcək sizi. Rəsmi yerdən yardım ola bilər sizə. Etibarınızı qazanırsınız. Sizi etibarsız edən bəzi insanlar haqsızlıq etmişlər, onları həyatınızdan çıxarırsınız. 2 nəfər bax bədəl ödəyir, kişi xeyladır. Bax 2 kişi ağır bədəlini ödəyəcək sizə qarşı etdiklərini. Artıq sevincli günlər yaşamalı zamanda, uğurlarınız yaxındır sizə. Bir nişan, bir toya qatılacaqsınız, başlanğıclar edirsiniz. Zamanında çox sıxıldınız. Özünüzə artıq xeyirli iş yolu açırsınız. Bəziniz uşaqlıq travmaları keçirdiniz, yaşadınız. Əvvəlki zaman deyil, baxırsınız. Ağlınızda biriləri elə bir ki, qarşınızda deyir ki, bəzi işlərə, bəzi şeylərə döz deyənlər. Artıq dözmürsünüz. Biriləri gözünüzün içinə baxa-baxa, yalan danışa-danışa ağlamağına artıq inanmırsınız. Birilərini günah üstündə tuta bilərsiniz. Bir xəyanətin, bir yalanın tuta bilərsiniz. Ciddi danışıqlar edəcəksiniz. Acı çəkdiniz çox. Sevgi bağları ortadan qaldırırsınız. Bir dost dediyiniz, rəfiqə dediyinizdən ayrıla bilərsiniz. Bəzi maraq sizi bitirmiş. Evinə, iş yerinə, həyatına girib çıxanlara, sinsi insanlara, dedikodu edənlərə fikir verin. Bəzi işləriniz tərs getdiyinə görə artıq öz işinizə diqqətinizi verəcəksiniz. Birilərinin nə səsini duymaq istəmirsiniz, nə özünü görmək istəmirsiniz. Onu görən kimi çox pis olursunuz, görmək istəmirsiniz, görəndə sinirlənirsiniz.
Öz ailənizə sahib çıxacaqsınız. Yəni ailənizi belə qoruyacaqsınız. Birindən xəbər gözləyirsiniz. İmza atacaqsınız. Fırtınalar var. Onları hamısını yəni üzərinizdən atırsınız. Artıq hər kəs həyatınıza almayacaqsınız. Önünüzə baxacaqsınız. Bir dəyişim, dönüşüm ola biləcək. Bu günə qədər huzursuz edənlər sizi, onlarla aranı kəsəcəksiniz. Məhkəməniz varsa da məhkəmə mövzusu sizi çox yormuş əzizim. Bu mövzuyla əlaqəli rahatlanacaqsınız. Sağ göstərib artıq sol vuracaqsınız. Artıq siz də bəzi insanlardan çox şey öyrəndim deyirsiniz. Artıq mən də bilirəm necə oynayam oyunu. Yəni siz bitdi demədən heç nə bitməz həyatınızda. Bunu çox dəqiq bilirsiniz. Yəni bir ayrılıq ola bilər burada əzizim. O da həyat yoldaşınız elə bir ki, yəni öz istədiyi ilə deyil, dolduruşa gələrək sizinlə yəni o ayrılığı yarada bilər, bitirə bilərsiniz. Sevərək getmişdiniz, çox sevirdiniz, amma artıq o necə deyərlər, bir üzünüz gəlin, bir üzünüz qız, o həyatdan ancaq içinizdə acılar qaldı. Yəni xəyanətlə də rastlaşdınız, arxanızca gedən işlərlə də rastlaşdınız. Yəni qaynanan tərəfdən çox acılar çəkdiniz, amma susdunuz. İndi fikirləşirsiniz, gərək susmazdım. Bütün bildiklərimi onun üzünə vurardım. İçinizi çox yaralar, amma bədəlini ödəyəcək əzizim. Bax, sizə verdiyi o acıları, yaraların bədəlini ödəyəcək. Narahat olmayın. Bax, təksinizsə, xərçəng bürcündən olan, subaysınızsa, bax, maşınınız varsa biraz maşınınıza xərc dökə bilərsiniz. Bir də həyatınıza gələn insanları, yəni sevginiz yarım qalır. Tam qarşı tərəfi anlaya bilmirsiniz. Çünki qarşı tərəfin mənfəətçi olduğunu görüb ayrılırsınız. Amma gözəl bir istədiyiniz 2-3 ayın içində istədiyiniz, belə ürəyinizcə olan biri həyatınıza gələcək. Yəni bəzi platonik sevginiz olub ortalıqda, amma yarım qalmış. Romantik sevgiləriniz olub qarşınızda. Yenə də deyirəm ki, yarım qalmış sevgilərdir. Artıq 3 ayın içində gözəl bir sevgi qarşınıza çıxacaq, sevinəcəksiniz. Ya bu il bitməmiş bir nişan edəcəksiniz. Yəni bir üzük taxtı, ya qız alma ola bilər əzizim. Bir qurbanlığınız var. Qurbanlığı kəssəniz, bütün işləriniz yavaş-yavaş yaxşıya doğru gedəcək. Düzdür, bəlkə də gözləyirsiniz, diləyiniz olmamış. Amma dilək olmamış bunu kəssəniz, yəni udan siz olacaqsınız əzizlərim. İşlərinizdə muradınıza çatacaqsınız. Biraz bəzi işləriniz çox zəif gedir. Sizə ilişənlər var, düşməniniz var. Sizdə hətta gizli-gizli izləyənlər var. Arxanızca dedikodu edənlərə artıq siz fikir vermirsiniz. İşinizlə əlaqəli, bəlkə də işindən məmnun deyilsiniz. Amma səbrləyin. İnşallah qarşınıza gözəl işlər, gözəl insanlarla tanışlıqlarınız ola biləcək. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.